Hələ yay gəlməmiş Xəzər dənizində faciə baş verib. Ötən gün Bilgətdə nəzarətsiz çimərlikdə dənizə girən gənc boğularaq dünyasını dəyişib. Vəfat edənin 39 yaşlı Əli Paşa Rızayev olduğu bildirilib. Mərhumun dostu 38 yaşlı digər şəxs isə dalğıclar tərəfindən xilas edilərək sudan çıxarılıb. Gəncədə yağan güclü yağış təhlükəyə səbəb olub. Gəncə Dövlət Dram Teatrının əməkdaşı su nasoslarına baxış keçirmək üçün zirzəmiyə inib və yağış suyunun sel formasında zirzəmiyə dolması səbəbindən oradan çıxa bilməyib. Teatrın əməkdaşları çətinliklə də olsa həmkarlarını xilas edə biliblər.